El Clasico aşıdır bizim buraxılışımızın. Bu da olsun bozbaşı. Liverpool Real Madrid maçı 1-0. Bağışda da Liverpool'a tapşırdım ki, gələn dəfə qapısı 0 Real'a qarşı. La Liga'nın hazırda 18-ci yerdə olan komandasına qarşı yaxşı mübarizə apardı. Mən vursaydım heç bir fərqi yox idi. Bəlkə də mən hansısa biraz qıraq tərəfə vurardım, əri gedərdi. Ondan hörmətli olardı. Yaxşı oyuna söylə bildim deyəcək ki, mən əslində topu qaldırırdım, prosta qapıya girdim, amma yox da nallamışdı bildiğin 9-luğa. Oradakı hörümçəyin atasını, anasını, bacısını, həmsini, yəni məhv elədi, oradan çıxartdı. Bizim hücumda həqiqətən də kasıbçılığımız var. Sadəcə sual ondan ibarətdir ki, biz oyunu bu tarixdə baxdıq, düzdürmü? Hansı sirri göstərmək istəmirdi xəbər olsun, onu Bizə də göstərmədi də o sirri. Bizə də göstər. O qədər sirdi ki, Onu bizə sir olan qaldı da. Bizdən Chouameni'dir, Kamavinga'dır, Valverde'dir, Bellingham'dir, Arda'dır, yetəri qədər Cebalos'dur, yetəri qədər bizim yarım müdafiəçimiz var. Amma kağız üzərində bizim normal yaradıcı bu dəqiqə Arda Güler hələ inkişaf mərhələsindədir mənə görə. Biz axı komandanı Liverpool'a 4-cü turda uduzdu deyənə onu qınamırıq axı. Biz ona görə qınayırıq ki, Xabi Alonso böyük oyunlarda özünü yaxşı göstərə bilmir. Slot'un intervyusunda Slot oyundan əvvəl də və sonra da bildirdi ki, Real'ı udmaq istəyirsinizsə, ya pressinglə oynamalısan və ya aşağı, çox aşağıda qarşılamalısan. Aşağı blokda. Nəyə görə? Çünki orta blokda Real qarşılayanda avtomatik Vinicius'la Mbappe'nin məsafə açıq olur. Açar oyunçumuz yoxdur qardaş. Bu klubda, Real'da açar ötürmələr verə biləcək oyunçu yoxdur və biz 2 ildir orada ağlayırıq ki, Toni Kroos gedəndən sonra niyə siz heç kimi transfer eləmirsiniz? Qoysun bax ki, başını buraxmışam. Mən o oyunçunun başını buraxmışam. Biz burada sadə, prosto, skromlu Real Madrid azarkeşləri sadə, skromlu, prosto klubumuzu bir azarkeş kimi müzakirə edib həm sevinirik, tərəfləyirik, həm də tənqid edirik. Bugün hər ikisini eləyəcəyik.